Yasəmən çiçəyi əsrlər boyu yaşayan və hər yerdə simvol kimi istifadə edilən bir çiçəkdir. Bu qədər tarixi olan çiçəyin gözəl bir sevgi hekayəsi var. Bir gün gözəl şahzadə günəş tanrısına aşiq olur. Şahzadə nəhayət cəsarətini toplayıb sevgisini elan edir. Ancaq günəş tanrısının gözəl şahzadədən xoşu gəlmir və o, şahzadənin sevgisini rədd edir. Bu vəziyyətə əsəbləşən şahzadə çox üzülür və canına qəsd edir. Bədəni kül olmuş şahzadənin külləri yerə səpilir. Hər səpələnmiş kül dənəsindən yasəmən çiçəkləri yetişir. Şahzadə o qədər üzülmüşdü ki, onu incidən günəş tanrısına olan məhəbbətindən gündüzləri açmaqdan imtina etdi və şəfəq vaxtına qədər istədiyi kimi açıb öz ətirli qoxusunu ətrafa yaydı. Bu məhəbbət hekayəsinə görə yasəmən çiçəkləri öz ətrini sıx yaydığı saatlar gecədən şəfəq vaxtına qədər olan saatlardır. Hə, əzizlərim, gəldik hekayənin sonuna. Mən hər birinizə yasəmən ətirli, yasəmən təravətli günlər arzulayıram.